hərbi maşın Satko deyilən maşın var. Orada da ki, indi hərbi xidmətdə olanların hamısı bilir ki, Satkoda adi belə oturanda ki, yol yüksək təpməsi, yırğalanması çoxdur, bəli. Məni də uzatdılar üz üstə belə. Üz üstə uzatdılar. Və maşın tərəflənməyə başladı. Qubbatlıdır. Yol da indi şükür cənab prezidentimiz hər yerə, Qarabağın hər yerinə asfalt çəkdir. Ermənilər bilirlər ki, bura onların deyil, ona görə heç bir quruculuq ya işləri görməyiblər. Beton postlar tökürdülər. O da xeyir olmadı. Və maşın, mən artıq üz üstə uzatmışlar məni. Mən artıq və maşında necə qalxıb düşürəmsə, çevrilmişəm artıq və o ana kimi mən ağrı hiss eləmirdim. Amma orada artıq ağrılar, çox dəhşət bir ağrılar oldu ki, çənəm qopurdu və elə bir ki, səs yoxdur, nəyildiyim, qan fıskırır belə. Əlimdən belə, necə deyim, yəni... Müvazimətinizi saxlamağa çalışırsınız. Bəli, xilas axtarıram, köməkliyi axtarıram. Onu da Allah Subhanahu taala mənə orada, yəni hər yerdə Allahın mənə göstərdiyi köməkliyi, güc və qüvvət sayəsində bugün buradayım və danışıram. Bəli. Mən belə elədiyim yerdə əlim bir nəfərin ayağına dəydi. Belə süründüm qabağa, 2 nəfərdir belə qoyublar, uzadıblar. Aralarında belə boş yer var. Süründüm elə bir aralarında belə, ikisini də belə qucaqladım, ikisi də şəhiddir. Başımı qoydum soldakı şəhidin çiyninə və ondan gələn bədənin iyi ilə barıtın iyi qarışmışdı bir-birinə. Onu elə belə bir dəfə belə çəkdim burnuma, ondan sonra özümdən getdi. Bir də özümə gələndə artıq maşının arxasını açmışdılar, ambulansın işıqlarını gördüm. O momentdə özümə gəldim. Ona kimi, yəni ona görə deyirəm ki, Allahın güc və qüvvətidir. Orada özümə gəldim, belə yarıya kimi qalxdım, belə əlimi qaldırdım ki, yəni çənə yox ki, mən yəni sağam. Sağam. Artıq ambulansdan məni Füzuli Əhmədbəyli hospitalına gətirəndə məni əməliyyat eləyən həkimlər Azərbaycanlıdırlar, könüllü olaraq Türkiyədən Azərbaycana gəlmişlər. O həkimlər məni Əhmədbəyliyə gətirəndə mənim ürəyim dayanıbdı, məni morqa apardılar. Həkimin yəni mənə yazdıqları, dediklərindən deyirəm. Morqa apardılar, həkim məni ürəyimi 10 dəqiqə, 15 dəqiqə masaj eləyib, ondan sonra ürəyim döyünməyə başlayıb və məni əməliyyata salıblar. Sonra da 3 gün komada olmuşam, haradasa ayın 23-ü, 24-ü ayılmışam. Bir növ artıq dünyanızı dəyişmişdiniz, yəni artıq şəhid hesab olunurdunuz. Bəli, mən bayaq dediyim kimi də mən şəhidin şahidiyəm. Eyni Laçın Hərbi Komissarlığından Şəhid Nəcəbov və Etibar. Məndə sağ tərəfdədir qəlb ayaqları. Rəhmətli şəhid də sol tərəfdə idi. Sol tərəfdə. İndi çox güman ki, qabağımıza düşüb qəlpələr belə. O rəhmətli mənim sağımdaydı. Həqiqətən də dəhşətli mənzərədir və adicə